Paşinyan qalib gələcəyi ilə bağlı əminliyi şərtləndirən əsas amillərdən biri odur ki, 45-ci ilin iyul ayında Böyük Britaniyada keçirilən parlament seçkilərində 2-ci Dünya müharibəsinin qaliblərindən, əsas qaliblərindən biri Winston Churchill uduzdu. Halbuki o qalib idi. Sonraki onun yeni deməli vədləri, seçki ilə bağlı onun yanaşmaları, onun uduzmasını şərtləndirdi. O başqa bir mövzudur. Yəni müharibəndə udmuş dövlət başçısı parlament seçkilərində uduzur. Amma Ermənistan isə bu doğrudan da əksinə, yəni məğlub olan bir dövlət başçısı faktiki deməli seçkiləri uddu. Bir daha deyirəm ki, bu Ermənistanda xalqının sülhlə bağlı artıq tələbat idi. Bu bir ictimai sifariş idi. Gəlin tərsin fikirləşəyin. Yəni tutaq ki, Paşinyan seçkilərdə erməni seçicisi gəlib qutuya səs verir və Paşinyan əleyhinə səs verirsə, o kimin əleyhinə səs verir? Revanşistlərin. Deməli belə çıxır ki, erməni xalq müharibə mi istəyir? İstəyən idi elə 2021-ci ildə məğlub Paşinyanın əleyhinə səs verərdi də, vermədi bunu. Deməli, məntiq də onu göstərir. Paşinyan atdığı son addımlar da indi bax, əldə edilmiş bu etimad mühiti ilə bağlı addımlar da onu göstərir ki, Paşinyan qalib gəlmə şansı böyükdür. Amma parlament seçkilərinin vaxtı ilə bağlı məsələdə belə ideya var idi ki, bəlkə parlament seçkiləri ilə referendum eyni gündə keçirilsin, eyni gündə. Sonralar qərar qəbul edildi ki, eyni gündə yox, bu parlament seçkilərindən dərhal sonra, dərhalda amma konkret gün deyilmir, ay da deyilmir, dərhal sonra ifadəsi. Yəni bu müəyyən mənada daha tez keçirilməsinin bir əlamətidir. Həm də mənə elə gəlir ki, mənim subyektiv fikrimdir. Parlament deməli bu referendumu 2027-ci ilə niyə saxlamazlar? Yəni bunu mənim öz subyektiv fikrimdir. Mən bunu heç yerdə oxumamışam. Mənim öz qənaətim belədir ki, Trump üçün sülh müqaviləsi imzalanması havası kimi lazımdır. Çünki o hər dəfə söyləyir ki, 8 müharibəni dayandırıb, düzdür. 2026-cı il, bu il 2026-cı il noyabr ayının ikisində ABŞ Konqresinə aralıq seçkilərdir. Aralıq seçkilərdə Trumpın vəziyyətinin yaxşı olacağı ilə bağlı fikir söyləmək bu çox nikbin olmalı demək olardı. Çünki özü də müəyyən hallarda bədbin proqnozlar da verə bilir. Düzdür, o həmişə nikbin də olmaq istəyir. Amma hər halda çətin olacağını da dilinə gətirir. Bax, bu reallıq fonunda noyabr ayının ikisinə qədər 2026-cı il Trumpa lazımdır ki, onun dəstəklədiyi, onun son qoyulmasının dəstəklədiyi müharibələrlə bağlı növbəti nailiyyətlər əldə edilsin. Bu baxımdan o, Ermənistan-Azərbaycan müharibəsinin öz məntiqi sonluğuna çatdı, regional dayanıqlı uzun müddətli sülh gəldi, əbədi sülh gəldi ideyasını həm də gerçəkləşdirməyə bacaran bir prezident kimi də istəyir ki, təbliğatını aparsın. Onun paytaxt təbliğatını aparsın 2 noyabr seçkilərində. Bu baxımdan mənə elə gəlir ki, sülh prosesində çox mühüm rol oynamış Birləşmiş Ştatlar 2 noyabra qədər də çalışacaq ki, bu referendum Ermənistanda baş tutsun.